Şərqi Zəngəzur Regional Məşğulluq Filialı və Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Zəngilan rayonu Ağalı kəndində əmək yarmarkası təşkil olunub. Aktiv məşğulluq tədbirində iştirak edən vətəndaşlara vakansiyalar və iş öhdəlikləri barədə məlumat verilib. Şərqi Zəngəzur Regional Məşğulluq Filialı ilə Zəngilan rayon Meliorasiya və Su Təsərrüfatı İstismarı İdarəsinin nümayəndələri arasında görüş olub. Görüşdə aktiv vakansiyalar üzrə işə qəbul və işlə təminat məsələləri müzakirə edilib. Şərqi Zəngəzur Regional Məşğulluq Filialının nümayəndələri Cəbrayıl rayonu Horovlu kəndinə yenicə köç etmiş 18 ailənin 66 nəfərdən ibarət üzvləri ilə görüşüblər. Görüşdə məşğulluq imkanları ilə bağlı sualları yaranmış vətəndaşlarla fərdi şəkildə söhbət aparılıb, onların məşğulluqlarının təmin edilməsi istiqamətində görülən işlərlə bağlı ətraflı məlumat verilib. Zəngilan rayon Ağalı kəndində daha bir əmək yarmarkası Şərqi Zəngəzur Regional Məşğulluq Filialı və Şirin Agro Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutub. Yarmarkada iştirak edən vətəndaşların işə qəbul üzrə müraciətləri qeydə alınıb. Vakant iş yerləri üzrə uyğun hesab edilən namizədlər işə götürənlə əlaqələndiriliblər. Qarabağ Peşə Hazırlığı Mərkəzi tərəfindən sentyabr ayında Xankəndidə yerləşən Business Tex GV MMC-nin bazasında təşkil olunmuş tikiş avadanlıqlarının operatoru tikişçi peşəsi üzrə kurs başa çatıb. Kursu bitirmiş 49 müdavimin yekun qiymətləndirilməsi aparılıb.